Bədənimiz bir ömür boyu daşıyacağımız yeganə əsl evdir. Bir ev bizim fiziki varlığımıza saxladığı kimi, bədənimiz də kim olduğumuzu, ruhumuzun, hekayəmizin mahiyyətini saxlayır. Diqqətimiz uzaq yerlərə, duyğulara, fikirlərə yayınsa da biz həmişə bir müqəddəs, ət, nəfəs və enerji qabığına qaydırıq. O dəyişə bilər, böyüyə bilər, yaralana bilər, azalıb arta bilər, təkamül edə bilər, amma bu həyatda bizim yeganə və yeganə evimiz olaraq qalır. Və hər bir ev kimi, o da hörmətə, qayğıya və diqqətə və əsl sevgiyə layiqdir. Bədənə geri döndükdə ruha meyl edirik. Enerjini təmizlədikdə özümüzə gedən yolu təmizləyirik. Əgər özünüzə əlaqəniz kəsilmiş, hədsiz yorulmuş, tükənmiş hiss edirsinizsə və ya sadəcə enerjinizi sıfırlanmağa ehtiyacınız varsa, bu sizin geri qayıtmanıza, özünüzə dönməyinizə bir dəvətdir.